Messi futbol dünyasına gəlmiş elə bir oyuncudur ki, onun elədiyini heç kim edə bilməz. Statistika manyaqları gələcəklər, dolaşacaq bura. Kalkulyatorla gələcəklər statistika manyaqları. Qaqa bu qədər qol vurub, Ronaldo 1000 qolu var. Messi'nin bu qədər qolu var. Statistikanı tərtib edəndə sən bax yaşlarına bax, keçirdikləri oyuna bax, başqa aspektlərə bax. Hər şey statistika deyil futbolda. Mən həmişə bunu demişəm ki, Rakitic'in statistikasına baxsaz bəlkə dəli olarsınız. Yəni Modric'dən, Kroos'dan, Iniesta'dan, Xavi'dən güclü statistikası var adamın. Onda neyniyə Rakitic'i dünyanın ən yaxşı yarım müdafiəçisi hesab edək? Bu nə məntiqdir? Ronaldo elə bir oyuncu oldu ki, Messi'yə ən yaxın olan o oldu. Yəni o ilə bacara biləcək səviyyəyə çata bilən o oldu. Yəni indi mən burada Ronaldo'nu aşağılamaq istəmirəm ki, Ronaldo oyuncu deyil. Amma Ronaldo insandır. Amma Messi insan deyil. Yəni onun elədikləri bəzən onun sahada ötürməsi belə insanlıqdan kənar bir şeydir.